Hər vaxtınız xeyir olsun, dəyərli Empati izləyiciləri. Qadın Saatı proqramına baxırsınız. Həmişə olduğu kimi fərqli və biri-birindən faydalı mövzulara toxunuruq. Bu gün də həmin mövzulardan birini sizə təqdim edəcəm. Subay qızla evli kişinin hekayəsi mi deyim, münasibəti mi deyim və biz bu məsələni, bu mövzunu ailə psixoloqu Fidan Nizamova ilə danışacağıq. Fidan xanım, xoş gəlmisiniz. Hoş gördük, çok sağ olun. Hamımızın hər zaman fikrində olan və çox rastlaşdığımız bir mövzudur, amma niyəsə cəsarət etmirik danışmağa. Amma bu gün də ayaq açıb gəzməkdədir artıq. Nədir bu münasibətə səbəb olan? Konkret sual verə bilərəm ki, bir qız bilə-bilə ki, bir kişi evlidir, niyə onunla münasibətə qurur? Onu buna sövq edən hissin adı nədir? Bilirsiniz, buna həm də nə rol oynayır? Müəyyən məşhur insanların, müğənnilərin və yaxud da aparıcıların bu mövzunu sadələşdirməsindən, bir növ təbliğindən də irəli gəlir. Çünki artıq bunu rahat efirdə burada nə varmış kimi danışmağa başlayıblar və gənc qızlardan da bunu görürük ki, artıq onlar üçün də sadələşir ki, yəni bu artıq bir tabu mövzu deyil, bu normaldır, hətta yaxşı bir şeymiş kimi bəzən təbliğ olunur. Çünki mənə çox göndərirlər o efirdən müəyyən qusoklar. Bəzən bu bilmədən ötürülür bu məlumat. Yəni bir adam sanki öz həyatından danışır, amma bu gənclər üçün, yeniyetmələr üçün bir örnəyə çevrilir. Fanatıdır hansısa bir xanımın və yaxud bəyin və həmin o güvəndiyi şəxs, sevdiyi şəxs bu haqda rahat danışanda insanlar da düşünür ki, hə, burada nə var ki? Bəs qızları buna nə belə deyək sövq eləyir ki, qızlar bu münasibətlərə girsinlər? Burada müxtəlif səbəblər var. Adətən buna ata travması deyirlər, amma bu həmişə belə olmur. Təbii ki. Hə, bəzən anadan da qaynaqlanır bu. Məsələn, digər qadınlara üstdən aşağı baxmaq kimi, əzmək kimi, özünü sübut etmək kimi, özünü dəyərli hiss etmək. Bu nə vaxt baş verir? Məsələn, adətən bu çox sevilməyən qızlar, məsələn, oğlanlar tərəfindən çox sevgi qazanmayan qızlar da olur ki, başqasının sevgilisi mənə baxdısa, başqasının həyat yoldaşı məni seçdisə, nəinki mən dəyərliyəm, hətta başqa bir qadından da üstünəm. Bir çox burada psixoloji travmalar ola bilər. Amma hazırda cəmiyyətimizdə baş verən bu belə deyək, tendensiyamı deyim, mən bunu travmalarla o qədər əlaqələndirmirəm. Biz cəmiyyət olaraq bunu bir qızın etdiyini görürük. Amma əslində belə deyək, bunu kim başladır? Kişi başlatmırmı? Təbii ki, burada yenə də deyirəm, məqsəd suçlu axtarmaq deyil. Bu əvvəl də olub, sadəcə indi də var və həmişə də olacaq böyük ehtimal. Ümid edirik ki, olmasın, amma burada psixoloji travmanı önə ataraq, ata sevgisizliyi, bunları atmaqla ortaya yəni sıyrılıb çıxırıq da məsələnin içindən. Amma burada bir məsələ də var. Qız ilk başdan, yəni görmür axı ki, bu bəy evlidir ya subaydır. İndi o vaxt üzük taxılardı, indi ki o da ona da belə deyim də inanırsınız, ona da diqqət eləyən yox. Bəyin əgər əlində üzük varmı, yoxmu? Yəni varsa da bu hissdən asılı olan bir şeydir mən düşünürəm. Amma dediyim kimi sualı konkretləşdirim. Bəylər hansı siqnal ötürür? Buna razı olan bəylər, hansılar ki, subay qızla, adətən bu bilirsiniz, çox gənc qızlar olur. Və onlar hiss eləyir o qızları ki, dəyərsizlik duyğusu ilə yaşayan qızlarda ehtiyacı var bu münasibətə. Bir növ, bilirsiniz, pis insanlar hər zaman önümüzə çıxacaq. Mən də demək istəmirəm ki, bütün kişilər pisdir. Sadəcə əlinə belə bir fürsət düşən və insani dəyərləri, şəxsi keyfiyyətləri aşağı olan hər bir kişi bundan istifadə eləyəcək. O kişi pis kişidir, yoxsa sevgiyə möhtac və ya özü də natamam bir adamdır. Yargılamadan yanaşsaq əgər, tamamilə ixtisasımıza yönəlik yanaşsaq da, biri var Fidan Sevinç kimi yanaşaq, biri də var ki, bir psixoloq, bir jurnalist kimi yanaşsaq məsələyə. O bəyin də nəsə var ki, yəni məqsəd inanmıram ki, illah da
İndi pislərdən uzaq, təbii ki, yoldan çıxartmaq olsun. Sanki elə bil bəzən o bəzi psixoloqlar deyir, amma haqlıdır bəzən. Enerji çəkir ki, bunun ehtiyacı var və onun da ehtiyacı var. Sanki bir-birlərinin bir-birlərinə ehtiyacı varmış kimi bir araya gəlirlər. Önemli olan burada nədir? Niye bir kişi, evli kişi genç bir subay xanıma o siz dediğiniz duyguları yaratmağa başlayır? Fərqli səbəblər ola bilər. Ay, aşıq oldum, sevgi. İstənilən halda ortada bir nəfs var, ortada bir arzu, istək və bunun öhdəsindən gələ bilməyən insan Hı hı. istənilən halda pis yaxşıya ayırmayaq, belə deyək, sual altına düşür ki, demək ki, onun dəyərləri hansı yerdədir artıq bəlli olur. İkinci məsələ isə mən şəxsən düşünürəm ki və müşahidələrimdən belə görürəm ki, bu həmin kişilərin də özdə problemi var. Bəli. Çünki yetişmiş insan, yetkin bir insan əgər öz münasibətlərində problem görürsə, bunu həll etməyə çalışır qarşı tərəflə və yaxud da tək. Məsələn, hazırda cəmiyyətimizdə peşəkarlara müraciət edən kişilər də çoxdur deyim sizə. Psixoloqa gedən, koçlara müraciət edən, öz münasibətinə görə narahat olan, ailə vəziyyətinə görə narahat olan kişilər var. Bəli. Əgər bunu etmirsə, mənə artıq bir növ əlinə fürsət düşmüş kimi gəlir bu məsələlər ki, hə, elə bizim münasibət pis idi. O qız da məndən xoşlandı, mən də sevdim, aşiq oldum kimi gəlir mənə. Sonuçta biz insanıq, iradəmiz var. Bəli. Nəfsimizə qalib gəlməyi bacarmalıyıq. Ona görə o qədər də onları belə deyək, travmaya və yaxud da hansısa bir problemə bağlamaq içimdən gəlmir deyərdim, amma fakt belədir. Çünki onların da Bu sanki bir məqsədi var. seçimə çevrilib artıq. Eynən. Yəni bu gün ümumiyyətlə cəmiyyət seçim üzərində qurulub. Hı. İnsanlar seçimlə davranır. Bəli. Mən belə istəyirəm, ruhum bunu deyir, mənim ürəyim belə istəyir, bu cür yaşamaq istəyirəm, Amma həyat mənimdir, özüm bilərəm. burada da psixoloqların da səhvi var, deyilmi? Bir Təbii payı var. ki, təbii ki. Biz bir ara çox belə deyək, çağırışlar etdik. Sən istədiyin kimi yaşa, Bəli. həyat bir dənədir, ancaq özünü düşün. Amma insan dünyaya özünü düşünmək üçün gəlməyib, yəni. Məsuliyyətlərimiz var. Məsuliyyətlər var və nə yaxşı ki onlar var. Bəli. Çünki onlar varkən bu qədər qaydalar pozulursa, təsəvvür eləyək ki, onlar olmasa nə olardı? Və mən keçən dəfə də demişdim ki, artıq ailə institutu bizdə demək olar ki, dağılmaq, yəni yox vəziyyətindədir. Mən çox heyfslənirəm bu hala. Ümumiyyətlə boşanmalara, bu ayrılıqlara çox belə kədərlə yanaşan bir insanam. Çünki bir ailə qurulubsa orada ümidlər var idi. Orada mütləq ki sevgi var idi. Yəni bu Evet. yetkin insanların ailə qurmasından söhbət gedirsə, bir arzu var idi və bunların birdən-birə dağılması kədərli bir hadisədir. Amma bunu indi elə biz qələmə veririk ki, hə, nə olacaq? Hə, alınmadı, xoşuma gəlmədi. Burada nə var ki, həyat bir dənədir. Bir dənədir, əlbəttə istədiyin kimi yaşamalısan. Amma mən çox görürəm ki, bu boşanmaların sonrakı peşmançılıqları, sonrakı uğursuzluqları insanın özü üçün nə qədər zərərlidir. Əslində mən deyəcəydim ki, yəni boşanmaq varkən niyə belə bir yola əl atırlar? Elə sözdən girdiniz ki, onu deyə bilmirəm, amma ki, gəlin belə götürək. Əgər insan özünü bilərsə, bir Hı hı. münasibətin içində, tamam, təklikdə başqayıq, münasibət Bəli, içində bəli. başqayıq biz. Özümü bilirəm, mən özümü tanıyıram, məndə hər şey yaxşıdır, tamam, amma sən münasibətdə özünü bilirsənmi? Bəli. Bəzən yenə deyirəm, sevinc ayrılıqda yaxşı ola bilər, amma Fidan xanımla ünsiyyətdə necədir? Məsələ budur. Eynilə Fidan xanım cəmiyyətdə çox yaxşı görünə bilər, ailə içində necədir? Yəni siz, mən, ümumiyyətlə özünü bilən insanlar münasibətdə də fərqlidirlər və orada özlərini kəşf etməlidirlər. Bilirsənsə ki, alınmır səndə sözün əsl mənasında. Sən elə evindəkini də bədbəxt eləyirsən. Elədir. Niyə sən normal şəkildə ayrılmırsan? Ayrıl və başqa bir münasibətə başla. Mən sizə bir şey deyim. Boşanmış bir xanımın yenidən subay bir bəylə ailə qurması və ya boşanmış bir bəyin subay bir xanımla, yəni ilk evliliyi də nəzərdə tuturam, subay bir xanımla ailə qurması, ümumiyyətlə bunlara pis baxan bir adam deyiləm. Mənə görə, yenə deyirəm, ruhların birləşməsidir. Mənə görə duyğuların birləşməsidir. İki fikrin, amma təbii ki, o sağlamdırsa.
Söhbət sağlam Hı təfəkkürdən, hı. sağlam yanaşmadan, sağlam fikirdən gedir. Oyun üzərində, nə Hı. bilim, bağlandım, asılıyam, qopa bilmirəm. Məyər sən buna bağlanmaqla, Bəli. yəni öz ailəni bağlanaraq tərk edib birini həyatına almısansa, məlum məsələ, bunu da tərk edib başqasına bağlanacaqsan. Amma sizi inandırım ki, heç orada bağlılıq deyə də bir şey yoxdur. Nə var Sadəcə, bəs? elə xoşdur onlara. Yəni bir macəra oynamaq. O zaman mütləq ki, başqası ilə xəyanət edəcək. Əgər macəra, Bəli. türklər demiş, peşindədirsə, mütləq ki, onu İstəyərdim qızlar da edəcək. bunu anlasın ki, siz onun həyatında bir çevriliş deyilsiniz. Bilirsiniz, qızların o egosundan irəli gəlir ki, həyat yoldaşı onun qədrini bilmir, mən bilirəm. Hə, sən O onu biləcəksən. kəşf etməyib, mən etmişəm. Sən ondan bir yerdə yaşamamısan. Məişət insanı çox dəyişir. Əlbəttə. Məsələn, sən baxıb deyə bilərsən ki, necə bunun həyat yoldaşı buna dəyər vermir, amma bəlkə o həyat yoldaşının elə xətrinə dəyib ki, elə qəlbini qırıb ki, onu artıq dəyər göstərə bilmir öz ərinə. Və sən kənardan baxırsan, düşünürsən ki, hə, gəldim düşdüm bu münasibətin içinə, mən şahzadələr kimi yaşayacağam və o mənim diri ovucu içində saxlayacaq. Həyat yoldaşına qarşı pisdirsə, bu həyat yoldaşının günahıdır. Bu qızların, yenə deyirəm, təcrübəsizliyi, Bəli. egosu və hətta qorxmaram bunu deməkdən ki, biraz da savadsızlığından irəli gəlir. Çünki dünya görüşü geniş olan insan, bu haqda məlumatı olan insan, bu haqda oxumuş. Yəni biz savadsız deyəndə yenə də təhsili nəzərdə tutmuram. Yəni Təbii ki. hansısa mövzu haqqında çox az informasiyası var. Amma o mövzunda özünü çox belə peşəkar sayır o qızlar. Məsələn, biz söhbət eləyəndə də inanırsınız, son vaxtlar çox müraciətlər var bundan bağlı. Və hər bir qız əmindir ki, o haqlıdır. Və o ailəni dağıdıb çox xoşbəxt bir ailə qura biləcək. O oğlan, belə deyək, o kişi o qadının qiymətini, qədrini bilmirsə, demək ki, o qadının problemidir. Məni isə kraliçalar Belə kimi deyək də, saxlayacaq. inandırıb. İnandırıb, mən sizə deyim ki, kişilər heç elə o qədər əziyyət çəkmir inandırmağa ki, nə ki qız özü inanır. Yenə də çünki xanımlarda bu ehtiyac var. Özlərindən asılı olan bir şeydir, yoxsa yox? İnanmaq mı? Ümumiyyətlə bu münasibətə girmək, belə bir Hmm. münasibətə razı olmaq. Özlərindən asılıdır deməzdim. Şuurlu şəkildə olur, hə, bəli, bunu deyərdim. Yəni burada bir uşaq idim, bilmədim, bu cür yəni keçmir. İnanın ki, bu qızların əksəriyyəti, bilirsiniz, iki yerə bölək gəlin. Biri var ki, bu sahə deyək Sözünüzü buna. kəsib fikrinizi alacağam. Bu qızlar deyirsiniz. Bu qızlar və danışanda Bəli. da bu qızlar deyirik. Birimiz o qız deyirik, birimiz bu qız deyirik. Niyə deyirik? Niyə? Gəlin belə deyək, Nədir evli o bu qız kişilərə və meyil göstərən qızlar deyək. Tamam. Evli kişilərə meyil göstərən qızları mən öz təcrübəmdə iki yerə ayırmışam. Biri bu sahə üzrə peşəkar olanlardır ki, sırf öz eqolarını təmin etmək üçün, nəsə bir maddi, mənəvi və yaxud da cinsəl bir gəlir üçün bundan istifadə edənlərdir. Adətən bunlar kişidən istifadə edirlər. Bəli. Və bir missiyaları var. O tamamlanana kimi öz işlərindən, yəni məmnundular. Hər şey aldırana Hər kimi. şey aldırana kimi, elətdirənə kimi və bu alınmazsa, bitərsə münasibət next, yəni bir axtarışa çıxacaqlar. Digərləri isə çox təcrübəsiz, cinsi həyatı ümumiyyətlə olmayan, yaşca çox gənc və yaxud da müəyyən yaşa çatmış və ailə qurmamış qızlar. Bəzən bu 30 plus da olur. Bunlar da mənə, əslində belə deyim, ən çox məni narahat edən tərəf buradır. Çünki burada zərəri xanımlar özləri daha çox görür, nəinki bəylər. Siz kimin tərəfindən danışırsınız? Evli kişinin evindəki xanım tərəfinin əziyyətindənmi, yoxsa Yox, həmin subay qızın tərəfindən. daha çox hansı əziyyət çəkir? Əlbəttə ki, həmin subay qız, çünki sonuçda ona heç nə qalmır, ancaq qırılmış qəlb. Biz elə bir cəmiyyətdəyik ki, istər-istəməz üzərində bir ad, qırılmış ümidlər, özü haqqında çox pis düşüncələr. Amma başda o özünü Bəli. nəsə qazanırmış kimi Başda görürdü. çünki ego təmin etmə ehtiyacı var ki, məni seçdilər. Məni bu günə kimi belə deyək, oğlanlar sevmirdi, amma gör məni kim sevdi, başqasının həyat yoldaşı. Demək ki, mən daha çoxuna layiqəm. Mən həmişə qızlara da deyirəm ki, o sizi idarə edən hansı duyğudur, ona diqqət eləyin. Bəli. Mən sevilirəm, yəni sevgimi hiss eləyirəm hal-hazırda. Çoxsunda yəni o sevgidən bir əsər əlamət yoxdur. Bu bir ego məsələsidir. Bu bir sənin travmatik tərəfindir, hansı ki təmin olmayıb və sən sadəcə bundan zövq alırsan ki, gör mən
fənnələrə qadıram. Onları doğru kişi modeli kimi görürlərmi? Burada çox maraqlı bir məqam var. O qədər kişi baxımından, kişi psixologiyası baxımından da təcrübəsizdirlər ki, Mhm. onu belə doğru dəyərləndirə bilmirlər. Əlbəttə ki, o kişi onların belə deyək, qulaqlarını yumaq üçün qəşəng-qəşəng sözlər deyəcəklər, qəşəng-qəşəng hərəkətlər eləyəcəklər, hansı ki, mən həmişə deyirəm. Belə alınıbsa ki, sən evli bir kişiyə həqiqətən aşiqsən, lütfən onun qadına olan münasibətinə bax. O da əslində o kişi. Hazırda bura onu yazdım. Yazırdım ki, sizdən soruşacağam, çünki ağlıma o sual gəldi. Biz bəzən deyirik ki, bir bəyin, yəni bir kişinin kişi modeli necə olduğunu bilmək üçün onun mütləq qadınlara, Bəli. daha çox da anasına olan münasibətinə baxın. Bu doğru yanaşmadımı? Əlbəttə ki, doğrudur. Nə anasıyla anasına mı yoxsa indi burada biraz qarışıq durumdan danışırıq əslində biz. Yəni biri var sıfırdan ailə quran bir Bəli. bəyin qadınlara rəftarını, bir də var ki, artıq sən o bəyin ikinci və ya üçüncü həyatında Sevgilisiz. olan sevgilisisən, həyat yoldaşısan, hər kimsənsə, indi hansına baxacaq? Nəyə baxaq? Qızlar burada çox böyük bir səhv buraxır. Hətta ilk dəfə ailə quranda da, subay bir oğlanla evlənəndə də deyir ki, nə olsun o başqa qızlar haqqında pis sözlər deyir, nə olsun o keçmiş sevgilisinə qarşı bu cür kobudluq eləyir. Məndən tam başqadır. Burada yenə də ego məsələsi, nəfs məsələsi. Bilirsiniz, belə bir şey var psixologiyada, tanrı sindromu. Yəni mən böyük bir şəxsiyyətəm, belə varlığam ki, hamı ilə başqa, mənlə başqa. Bu, yəni belə deyim, travmatik bir tərəfimizdir, xəstə olan tərəfimizdir. Yəni sağlam düşüncə deyil bu. Mən məsələn baxsam ki, bu digər qadınlar haqqında yəni pis şeylər danışır, kobudluq eləyir. Məsələn, mən 11 ilə yaxındır evliyəm. Hətta mən bilsəm ki, həyat yoldaşım, yəni başqa bir iş yoldaşına və yaxud qohumu haqqında arxasınca pis-pis şeylər deyir və yaxud da kobud davranır. Yəni subay qızlar buna çox diqqət etsinlər. Bu bir gün sizə toxunacaq. Belə bir şey yoxdur ki, hamını vururdu, hamını döyürdü, məni döymür. Keçmiş sevgililərinlə çox kobud idi məndən. Sizlə bu euforiya içindədir. Sizi hələ əldə etməyib. Ola bilsin ki, bir obrazdadır. Amma bu qadınlara da aiddir bu arada. Yəni bu insanın özüdür. Özünü görməyə çalışın. Həmişə qızlara deyirəm. Sizə olan münasibətini bir kənara qoyun. Bu müvəqqəti bir şeydir. O hələ sizi əldə etməyib. Bu evli kişilərin yalanları deyə bir video çarxlar çıxır qarşımıza çox vaxtı. İnansınlar yəni ona. Hansı bu həyat yoldaşının uşaqlara görə Nə bilim, yalan. divanda yatıram, həyat yoldaşım. Bəli, bu klassik yalanlardır, evli kişilərin yalanları. Valla buna inanmaq istəyən qızlar zaten inanır. Çünki dediyim kimi buna inanma ehtiyacı var. Bunu heç sorğulamırlar da, bu doğrudurmu? Bəzən o qədər aşkar şeylərə özlərini inandırmağa çalışırlar ki, məsələn, boş vaxtı var, onunla görüşmür. Həmin o sevgilisindən oğlan görüşmür. Buna bir ad qoymağa işi çoxdur, rəis buraxmır, nə bilim və s. və ilaxır. Yəni bu adam səndən bəlli bir məqsədlər üçün görüşmək istəyir. Ya bu qədər bəlli, bu qədər aşkardır. Sən onu bəzəyirsən. Sən özünü. Mən yenə də deyirəm, bəzən kişilərin heç yalan danışmağa ehtiyacı qalmır. Biz deyirik ki, sevgi acılığından daha çox qızlar belə bir münasibətə girir, amma bəs bu ego hardan olur onlarda ki, məni seçdi və ya nə bilim, başqasına edər, mənə etməz. Bəs bu özündən əminlik hardan çıxır? Bu əminlikdən çox əksiklik kompleksidir. Məsələn, mən düşünürəm ki, hər zaman mən becərəm. Bir adam mənə desə ki, sən gözəlsən, mən necə o adama bağlanaram, necə özümü bir şey sayaram ki, mən səndəmi çox gözəl. Yəni hamının dediyi başqa, birinin dediyi. Biri deyəndə başlayır fərqli bir şey çıxır. Özdəki başqasının həyat yoldaşı, hansı ki, öz həyat yoldaşını saymır. Demək ki, mən dünya gözəliyəm. Qadının düşməninə mi çevrilir, yoxsa içində niyə qadına qarşı o qədər nifrət var? Bugün çox rastlaşırıq. Ümumiyyətlə hər zaman olub dediyim kimi, sadəcə bugün o qədər hər şey açıqdadır ki, sosial şəbəkədə, ümumiyyətlə bugün bu zəmanənin sevdiyim bir şeyidir ki, hər şey açıq-aşkar danışılır. Zamanında hər şey bağlanılırdı. Amma indi rahat-rahat nə gözəl ki, danışa bilirik. Danışılmasa elə həmişə də gizli şəkildə gedəcək. Danışılmalıdır ki, bir işıq üzü görməlidir ki, məsələ həllini tapsın.
Niyə qadın qadına nifrət edir ki? Niyə o hiss olsun, bir intiqam, bir acı çəkdirmə, nədən yaranır? Bu bilirsiniz, mənim müşahidəmə və belə təcrübəmə əsaslanaraq öz fikrim olaraq bunu deyəcəm ki, bu qadınların yaradılışında var qısqanclıq və hətta ana öz qızını qısqana bilər, qız öz anasını qısqana bilər. İnanılmaz sayda hadisələr var ki, hardakı ana qızının xoşbəxtliyinə də görürsüz ki, belə deyək, qısqanmağa başlayır, gözəlliyinə qısqanmağa. Hətta bu bilirsiniz ən çox hansı analarda olur? Öz gəncliyini yaşaya bilməyən, amma qızının gəncliyini də həzm eləyə bilməyən ki, mən də eyni yaşda olmuşam, mən niyə bunu yaşamamışam, mən niyə bu qədər, məsələn, indiki dövr çox azaddır, siz dediyiniz Bəli. kimi, indiki qızlar mütləq deyil saat 6-da evdə olsun, düzdürmü? Gəzə bilirlər, kafaya falan gedə bilirlər, bəzənirlər. İndiki 100 illiyin ən müasir, ən sərbəst qadınlarıyıq hal-hazırda. əlbəttə mən sağlam düşüncəli insanların yetişdirdiyi gəncləri səbirsizliklə gözləyirəm. Bu gün nə qədər də desək, amma azdan çoxdan birisi səhvi ilə, doğrusu ilə hər şey üzdədir bu gün. Ə, Yanlış danışan psixoloq da var, doğru danışan psixoloq da var və hamısını görürük. Bu gün artıq bir seçimdir. O deyirlər, yarmarka deyirlər, hər şeyi Bəli, qoyurlar bəli. ki, sən seç. Özün Və seç. bu gün elə efirdə odur, bu gün sosial şəbəkədə odur. Deyir ki, sən seç. Biri var, senzura eləyək, ən yaxşılarını göstərək və başlayaq hamımız o qəlibə girək ki, belə olmalıdır. Bir də var ki, hər şey göstərilir və sən seçirsən. Çox doğru. Burada bəli. artıq doğru fikirli insanlar, axmaqlar bir yana ayrılacaq, ayrılır da. Görürük də, girirsən məsəl üçün kiminsə like etdikləri, elə deyil, Bəli, kəşfetinə çıxanlar, bəli. eləmi? Yəni artıq kütlə formalaşır Formalaşır. və bunların içindən də rahatdır. Mənə görə gələcək nəsil, yəni çox səbirsizliklə gözləyirəm. Valideynin əsas önəmli missiyası da uşağı doğru seçim etməyi öyrətməkdir. Bəli. Burada artıq nə efirlər, belə deyək, bəhanə olmayacaq, nə bizə bunu göstərdilər, ona görə mənim uşağım belə. Məsələn, bunu çox eşidirəm ki, bu cür insanları göstərirlər, mənim uşağım da onlara baxır. Bu bir fakt olaraq var belə bir şey, yəni cəmiyyətin örnəyi, nümunəsi. Amma bir də uşağın içindəki də var, sənin qoyduğun tərbiyə, sənin verdiyin. Çünki bir valideyn uşağa, mən həmişə bunu qeyd etmişəm ki, doğru seçim edə bilməyi öyrətməlidir. Uşağın özünə məxsus xassəti, dünya görüşü, prinsipləri, dəyərləri formalaşmalıdır ki, seçimini də doğru etsin. Biz indi deyirik ki, müasir valideynlər daha sanki əvvəlkilərə baxanda belə deyək, yaxşı tərbiyə verirlər. Bəli, bu fakt var, amma biraz aşırılıq da var. Biz dedik ki, atamız sevgi verməyib, nə bilim, mən o ataları açığı çox sevirdim, o keçmiş ataları. Çünki kişi sevgisi, ata sevgisi bu çox pişiyim, yumşaq, ana sevgisinə bənzər bir şey deyil. Mən çox istəyərdim ki, biz ata sevgisini, yəni keçmiş ataların sevgisini qınamaq əvəzinə onların əsl sevgisini nədə göstərdiyini uşaqlara göstərərdi, indiki gənclərə. Siz düşünün ki, məsələn, 20-35 aralıqlı bir oğlanlardan danışaq. Gəlib şikayət edirlər ki, məni atam sevməyib, mənim atama sevgisini göstərməyib və s. Siz düşünün ki, onun gələcək həyatı üçün, iş həyatı üçün, münasibəti üçün, hətta cinsi həyatı üçün bu nə qədər önəmli bir məqamdır və bu onu nə qədər o pis nöqtəyə aparar, nəinki yaxşı. Bu bilirsiniz nədən qaynaqlanır? Bunu anası o cür təqdim eləyib. Bəli. Atan səni sevmir, atan görsən mənə nələr eləyir, atan görsən belə, atan sevgisini göstərmir və s. Niyə dünənə kimi bizi narahat eləmirdi atamızın sevgi göstərməsi? Yəni bu koçlar, psixoloqlar başladı bizə ağlımıza salmağa ki, atamız bizi sevmirdi. Yəni ata o dövr üçün daha nə etməli idi? O vaxt üçün atanın sevgisi ailəni sağlam tutmaq, təhlükəsiz tutmaq, qazanc gətirmək, uşaqlarını oxutmaq, heç kəsdən əksik tutmamağa çalışmaq idi sevgi. Bəli, ananın yaratdığı obraz. Ayrılanda da, baxın bu ən böyük problemlərdən biridir. Ayrılanda belə mənim atamla problemim vardı, ayrılmışıq demirlər. Bəli, atam pis idi. Atan pis idi deyirlər və bir düşmən kəsdirirlər sanki.
Niyə ona ata lazım olmayacaqmı? Niyə? Yəni sən öz savaşına övladını niyə müdaxilə edirsən? Niyə o da nifrət etsin? Niyə o bu yaşa kimi gəlib çıxıb, bizdə bəzən biz qadınlar elə eləyirik ki, güya ailə tamamilə bizim çiynimizdədir. Onu tamamilə ayrılandan sonra anlayırlar ki, elə Elə deyil. deyil. Ailə müştərəkdir. Və bir Ailənin də müştərək olduğunu dərk edəndə, yəni dərk edəndə məncə daha rahat olur uşaq bəli, böyütmək də, əlbəttə ki, ailə idarə etmək də. belə. Hər kəsin funksiyası var, elə deyil. Bir uşaq elə 2 nəfərdən dünyaya gəlirsə, Bəli, bunun hər şeyi 2 nəfərə aiddir. elədir. Analar bunu bilsinlər ki, siz əgər boşanmısınız və yaxud da ailəlisiniz və həyat yoldaşınızla münasibətinizdə problemlər varsa, siz də uşağa atasına nifrət edərək böyütməyi seçirsinizsə, ataya burada belə deyək, çox da zərər gəlmir. Bir müddətdən sonra kişilər bundan yaşamağı öyrənir ki, uşaq məni sevmir. Siz ən böyük zərəri uşağa edirsiniz. Onun gələcək həyatına, gələcək qazancına, münasibətlərinə, özünə olan münasibətinə çox ciddi zərər verirsiniz. Xüsusən də oğlan uşaqlar. Qadınların isə bir-birinə olan nifrəti, dediyim kimi, bunu nifrət yox, öncə qısqanclıqdan istəyərdim başlayaq ki, bu qısqanclıq əgər dediyim kimi ana qızına bunu qısqanmağa başlayırsa, qızına özündən çox verməməyə çalışırsa, get-gedə bu qızın da qadınlarla bir prinsipi yaranmağa başlayır. Özümü anama sevdirmək, niyə anam mənlə bir rəqabətdədir? Bilirsiniz, mən bunu həmişə vurğulayıram, çox adam mənlə razılaşmır. Bunu amma yenə deyəcəm ki, bir qızın öz güvəni anasından asılıdır. Əgər qızın arxasında ona güvənən, inanan, özünü tam ona həsr edə bilən bir ana varsa, inanın o qızın heç bir qadınlarla problemi olmayacaq. Heç bir qadının ərinə də ehtiyacı olmayacaq, heç bir qadına heç nə sübut etmə ehtiyacı olmayacaq. Biz yenə də çox vaxt bunu gətirib ataya bağlayırıq ki, atası az sevib deyə kişilərdən sevgi gözü var, belə faktor da var, belə travmalar da var. Mən bunu həmişə deyirəm, əgər bir qızın o bilirsiniz nəyə bənzədirəm? Tutalım bir köynək geyinib gəlib atası desə ki, bu qəşəng deyil, bu nədir? Anası sakitcə gəlib desə ki, rahat olma, supersən, əlasan desə, o qız üçün artıq heç nə önəmli deyil. Çünki ana, qadınların bir-birinə olan əslində bağlılığı o qədər möhkəmdir, o qədər enerji doludur və kaş ki qadınlar bunu bacara bilsə. Çox üzülərək bunu deyirəm və mən istəyərdim bu mövzu çox qabarsın. Anaların qızlara olan münasibəti bəzən çox soyuq, çox sərt və hətta deyərdim çox qəddardır. Orta yol yoxdur. Bilmirəm bunu niyə seçmək istəmirlər, niyə bunun üstündə işləmək istəmirlər. Yəni öncə heç bunu qəbul etmirlər. Deyəndə ki, sən qızınla çox soyuqsan, belə olmaz, bunu et, onu et, qəbul etmək istəmirlər. İndi onun da özünün var da travması. Hər halda var, amma bilirsiniz, mən valideynliyi istənilən halda travmaya bağlamaya bilmirəm. Niyə? Valideynlik bir məsuliyyət. Tutam sən işə girmisənsə, sən orada deyə bilməzsən ki, oy mənim travmam var, mən saat 6-dan sonra işləyə bilmirəm. Sən bu işi tamamlamalısan. Çatdırmamısansa, bu sənin problemindir. Sən 6-dan sonra qalıb onu həll etməlisən, çünki sən onu təhvil verməlisən. Valideynliyə də mən bu cür yanaşıram, çünki biz özümüz də az travmalı deyilik, belə deyim. Mən valideynliyə bir vəzifə kimi, missiya kimi baxdığıma görə çalışıram ki, heç bir travmalarımı, şəxsi o küskünlüklərimi, incikliklərimi ortaya qoymayım. Tam sağlam ağlımı, düşüncəmi, psixologiyamı istifadə edib və bütün valideynlərə də bunu tövsiyə eləyirəm. Yəni bu cür bəzən mənə bəhanə kimi gəlir açığı. Çalışırıq həmişə nəyisə həll edə bilməyəndə bir başqasının üzərinə atırıq. Elə övlad yetişdirəndə də beləyik, yaxşı tərbiyə verə bilmədim, külfət idi. Evli kişilərə münasibət göstərən, maraq göstərən qızların da əksəriyyətinə siz fikir versəz, anasının çox ciddi problemləri var. Ya soyuq ana var, ya prinsipal ana var, hansı ki qızına prinsip aparır, rəqabət aparır. Demək istəyirsiniz ki, elə o başqa bir qadına əziyyət verməyin kök səbəbi elə öz anasından başlayır. Öncə öz anasını cəzalandırmaq Onu belə istəyir. qurardım cümləni. Başqa qadına incitmək yox, başqa qadına qarşı acımasız davranmaq və başqa qadının duyğularını nəzərə almamaq. Anadan qaynaqlanır, bəli. Çünki ana qızının da duyğularını önəmsəsəydi və onun digər qadınlarla münasibətini tənzimləsəydi, böyük ehtimal ki, belə bir şeylər olmazdı. Evli kişilərlə eşq yaşamaq və ya bir hekayə yaşamaq istəyən qızların
Bu problem, yəni psixoloji bir problemdirmi? Bunu biz belə bölə bilərik ki, bu bir travmanın nəticəsi ola bilər, genetik faktor ola bilər. Bu arada bilirsiniz yəqin xəyanətində mən bu haqda danışmışdım, genetik faktoru var, istər qızlar, istər oğlanlar tərəfindən. Bilirsiniz, ehtimallar, səbəblər həmişə çox olacaq. Amma mən insanları ona çağırıram ki, verilişin önündə də bunu danışdıq. Hər şey sonunda insanın vicdanına, nəfsinə, mənliyinə, dəyərlərinə bağlanır. Sonunda sən özün özünə hesabat verəcəksən. Nə bilim, hər kəs bir şeyə inanır, bir tanrısı var, düzdürmü hər bir Bəli. insanın. Sən ona hesabat verəndə orada bəhanələrlə, nə bilim, müxtəlif səbəblərlə təmizə çıxa bilməyəcəksən. Əsas odur ki, özün öz gözündə düşməyəsən. Heç xəyanətin adını çəkmədik, açığı desək biz başlayandan bura. Amma kişi xəyanət edir bu halda, bəs qadın nə edir? Evli olanda qadın yoxsa? Yox, elə o münasibətin içindəki kişi xəyanət edir. Bəs həmin o qız nə etmiş olur? O qız düşünürəm ki, çox maraqlı sualdır bu arada. Öz dəyərlərinə, öz qadınlığına, o da bir növ xəyanət hesab olunur və öz dəyərini o qədər aşağı salır ki, bu ilk başlarda görünməyə bilər. Bəli. Amma sonuçda o yenə öz həyat yoldaşını seçəndə, yenə səni yarı yolda. Bir də ki, kişi bezəndən sonra artıq nə sənin göz yaşın, nə sənin hansısa acıların onun üçün önəmli olmur. Bu bir həyatına qəsd elə. Mhm. Həqiqətən də Bəli. gələcəyinin önünə çox böyük bir daş qoymaqdır. Elə. Yəni hardasa anlamaq olar. İki ailə alınmır. İki nəfər bir araya gəlir. İndi xanımda da birinci ailəsi Təbii ki, alınmır, bəli. bəydə də alınmır. Yəni bu evli olub, ayrılıb təzədən bir araya gələn cütlükləri təbii ki, bir tamamilə bunlar ayrı mövzudur və hər ikisi yaralıdırmı deyim, hər ikisinin artıq həyati təcrübəsi varmı deyim, amma gənc qızın evli bir kişi ilə münasibətə girməsi və bunu sevgi hekayəsi, bunu bir fərqli böyütməsi, bunu yaşaması öz gələcəyinə qəsd kimi bir şeydir. O kişilərin əksəriyyətinin ailədə problemi yoxdur. Bu bir macəra axtarışıdır sadəcə. Eynilə. Və əksəriyyəti, böyük əksəriyyəti məsələ ciddiləşəndə heç biri boşanmır. Və o qızlar gəlib danışanda deyir ki, artıq o dərəcəyə çatdı ki, həyat yoldaşı mənə zəng etdi. Və çox qəşəng izah edirlər bu arada qadınlar ki, heç bir problem yoxdur. Hər şey qaydasındadır. Yəni boşanmağa belə hazırdılar, razıdılar. Amma kişilər özləri də boşanmır. O qadın niyə buraxıb getmir? Bu situasiyada indi bilmirəm, bu narsist filan söhbətləri mən açığı çox əsəb keçirdirəm. Çıxıb hərə bir cümlə oradan. Narsistlər bu cür olur. Narsist bitirmək lazımdır bu mövzunu. Narsist mövzusu seminar mövzusu deyil. Seminarda narsistdən danışmazlar. Efirdə narsistdən danışmazlar. Narsistlərə o, bu, onlar belə deyilməz. Bu ciddi bir problemdirsə və özləri ayırd edə bilmir hələ bəzi psixoloqlar ki, narsistlik xüsusiyyətləri olan insanlar var. Narsistlər var, pozuntu. Yəni bunu ayırd edə bilmədiyiniz halda hansı mesajı baxış sayı olsun deyə ötürməyə çalışırsınız. Yəni belə deyək də, biraz emosional danışdım, çünki mənim özümü çox narahat edən bir məsələdir. Qısqanc ərini narsist adlandırır. Belə necə deyim, qoruyan ərini narsist adlandırır. Biraz özünə çox pul xərcləyəni də narsist adlandırırlar. Bilirsiniz, çox qəribə bir şeydir. Eqolunu narsist adlandırırlar. Yəni sözüm odur ki, əgər burada xanımlar narsist adlandırmasınlar ki, ərim budur. Niyə o an boşanmırlar? Bu arada Sevinç xanım, bir çox psixoloqlardan çox qəşəng və məsuliyyətlə yanaşdınız bu mövzuya. Çox təşəkkür Mən özümü edirəm çox buna narahat görə. eləyəndə məqsəd narsisti şəfalandırmaqdırsa, narsisti psixoloqa cəlb etməkdirsə, hansı ki deyirsiniz ki, narsistlər psixoloqa getmir də, elə deyil, qəbul da etmirlər. Onları şəfalandırmaqdırsa, onları psixoloqa cəlb etməkdirsə, bu vəziyyətdən heç cürə cəlb edə bilməzsiniz. Çünki siz oradan şüar səsləndirirsiniz. Narsistləri buraxın gedin. Narsistlər tərk edilməyə məhkumdur. Məyər Çox məsləhətli narsist sözlərdir doğulur bunlar bu arada. insan? Kim yetişdirir? Valideynlər. Bəli. Yəni ona görə bu məsələ mənim üçün çox həssas bir mövzudur. Bilmirəm niyə kənardan arada mənə deyirlər ki, Sevinç, sən niyə müdafiə edirsən narsistləri bu qədər? Deyirəm, mən o qədər insanlıqdan yanayam ki, bəzən özümü onların yerinə qoya bilirəm.
Ki tutaq ki mən narsistəm, mən dışlansam nə vaxt sağalacam? Mənə maraqlıdır o sual ki, Niyə boşanmır? niyə boşanmır o qadın? Bilirsiniz, boşan demək asandır, amma boşanmaq asan bir proses deyil. Bəli. Biz kənardan baxıb deyirik ki, xəyanət elədi və yaxud nəsə özünü pis apardı, niyə dözürsən boşan. Bu qadın təsəvvür eləyin ki, gənc olaraq bu öz ailəsini tərk eləyib, orada hər şeyə bağlıdır artıq. Səhər durur, o evə bağlıdır, övladlarına bağlıdır, gündəlik həyat tərzi var Yəni, onun. alışdığı bir düzən var, gəlin Elədir. belə deyək. Və Aha. oradan çıxmaq qorxudur insanı və hər qızın arxasında da bir ailə İşte. dayanmır. Bundan savayı insanın özünün, çünki o qadının da özünə məxsus travmaları var, öz psixoloji durumu var, o gücü bəlkə yoxdur. Hər adam tək yaşaya bilmir. Bir də illərlə qurulan bir şey var. Bəli. Bir də hər adamda o cəsarət yoxdur ki, həyatını birdən-birə dəyişsin. Bu bəlkə də yaxşı bir şeydir. Çünki bəzən bizim içimizdə o hirs olur. Bəlkə o da egodan qaynaqlanır ki, "A, sən mənə belə, mən də sənə belə. Vsyo, çıx həyatımdan." Mən həmişə bunu deyirəm. Bununla da çox adam razılaşmır ki, bəzən xəyanət ailələri birləşdirir. Bəzən ortada bir münaqişə yaranmadıkça insanlar bir-birini görmür. Heç vaxt söhbət etməyən insanlar, cütlüklər ortaya problem çıxandan sonra oturub danışırlar, bir-birlərinə bağlanırlar. Dərdin nədir deyə bir-birinə soruşdurmağa başlayırlar. Ona görə bəlkə də doğru eləyir bu qadınlar. Bəlkə də bu bir müdriklikdir, bilmirəm. Müxtəlif səbəblərdən boşanmır. Kimsə Amma maddi, birincini bağışlamaq olar, ikincini yox. yenə də baxır. Bilirsiniz, mən bir xanımı tanıyıram. O deyir ki, əgər mənim həyat yoldaşım mənə xəyanət etmirsə, vallahi o çox böyük insandır. Niyəsini soruşanda deyir ki, mən qadın olaraq özümü okey saymıram. Və mən bilsəm ki, o xəyanət eləyir, mən onu anlayaram ki, mənim üçün problem deyil. Yəni eşmir telefonunu, sorğu-suala tutmur. Yəni bilinmir, varmı ortada xəyanət yoxsa yoxdur. Amma belə düşünən insan, biz başqalarının ailəsini bilmirik. Məsələn, Təbii belə bir ki. situasiya da var ki, mən çox şəxsən tanıdığım bir insan var idi, bir bəy var idi və hər kəs onun həyat yoldaşının başqa bir kişilə münasibəti olduğunu haqqında şayələr yayırdı. Və hər kəs "Neujeli bu başa düşmür, bu bilmirmi ki?" və sair və ilaxır. Biz bir gün ona söhbət eləyirdik. Birdən-birə özü dedi ki, yəqin ki, sənə də o söhbətlər çatır qulağına. Sən psixoloq olduğuna görə bunun haqqında səninlə danışmaq istəyirəm. Dedim, danışmaq istəyirsən, mən də dinləməyə hazıram, buyur. Dedi ki, bizim ailə həyatımız, mən belə başa düşdüm, söhbət cinsel həyatdan gedir. Elə vəziyyətdədir ki, mənim tərəfimdən egoist bir çıxış olar. Mən ona desəm ki, sən öz həyatını yaşama. Aha. Mən bunu nəyə görə misal gətirirəm? Biz bilmirik başqasının həyatında nə var və o xəyanətə niyə göz yumur və ümumiyyətlə varmı, bilirmi, dözürmü, niyə boşanmır? Psixoloqun necə deyirlər otağında o qədər qeyri-adi bəzən öyrəşmədiyimiz məsələlər ortaya çıxır ki, biz öyrəşirik hamıya empati qurmağa, bəzən haqq verməyə, anlamağa. Niyə belə etdiyinin bir izahı var mütləq. Amma mən hər kəsə bunu deyirəm ki, icazə verməyin ki, sizin travmalarınız, bizim sağlam yox xəstə tərəfimiz bizim həyatımızı idarə etsin. Çünki yaxşı səmtə aparmır. Sağlam tərəfimizi tutaq, sağlam zehnimizi, belə deyim, sağlam düşüncəmizi, baxışımızı qoruyub saxlaya bilək. Məncə insandan tələb olunan da budur. Son sualımı verəcəm. Ya bilmirəm, çox eşidirik bu sualı. Biz vicdan susarsa, yəni bir insan əgər vicdanı susarsa, çox şeylər edər bu həyatda. Vicdansızlaşırıq ki, səhv edirik, mənə elə gəlir. Yenə də başladığımız mövzu ilə yekunlaşdırmaq istəyirəm. Əgər bir gənc qız, hansı ki, evli bəylə münasibətdə olur, o xanımlar gələcəkdə öz ailə həyatını quranda vicdanları susurmu? Vicdanla başladınız. Bir çoxlarınız yəqin bunu bilirsiniz ki, ciddi psixoloji xəstəliklər, məsələn, psixopatlar və s. ilk vicdan hissini itirirlər. Yəni bu artıq psixoloji problemdir. Və əgər siz özünüzdə bunu müşahidə eləməyə başlayırsınızsa, gənc qızlar, bəylər, ümumiyyətlə insanlar, bunun bilirsiniz burada hardan qaynaqlanır? Yenə o çağırışlar.
Heç kəsə acıma, özünü düşün və biz düşünürük ki, oy mən necə sərbəst oldum, artıq heç nə vecimə deyil, heç kəsin duyğusu mənim üçün önəmli deyil, hamını əzib keçəcəm, özüm üçün yaşayacağam. Mən bir üst level insanam və mən artıq belə deyim, inkişaf etmiş bir dünya görüşlü insanam. Xeyr, sən vicdanını itirirsənsə, sən acımaq duyğunu itirirsənsə insanlara, empati qura bilmirsənsə, söhbət sənin psixoloji sağlamlığından gedir. Artıq sağlam deyilsən. Və buna diqqət etməyi bacarmalıyıq. Vicdan susurmu? Yəqin ki, burada psixoloji sorundan, problemdən söhbət gedirsə, təbii ki, susur həmin anda. Çünki fokus başqa bir şeyədir. Belə deyək, Eqodadır. vicdan elə başından susmuş olur. Elədir. Bir də bilirsiniz, bu mövzu müzakirə mövzusu deyil, amma bu ta qədimdən belə gəlib. Kimsə dindən bunu əlaqələndirir. Psixologiyada da eyni şeydir. Yəni o eqo ilə vicdanı xeyir, şər və yaxud da başqa bir adlar da biz veririk. Eyni sistemdir. Sən özün onu idarə etməyə bacarmalısan. Çünki gəlin razılaşaq ki, biz icazə versək, bu saat içimizdəki o vicdansız, bəlkə düz istəyirəm, əxlaqsız, acımasız tərəfimizi buraxa bilərik. Düzdürmü? Bunu hamı eləyə bilər. Bizi saxlayan nə var? Həmin o insanlıq, həmin o vicdan hissi, nəfsimizə sahib çıxa bilmək. Bu insanın özündən artıq Yəni bir pis tərəfimiz qalxanda digər yaxşı Eynən, tərəfimiz onu eynən. mütləq Mütləq aşağı olmalıdır. salmalıdır. Bu yoxdursa, bu sistem işə düşmürsə, demək problem var. Və Bəli. problem psixolojidir. Qəti düşünməyin ki, bu bir dediyim kimi sizin bir üst versiyanızdır ki, siz artıq hər şeyə belə üstdən aşağı baxırsınız. Bu gözəl bir şey deyil. Təşəkkür edirəm. Çox sağ olun. Həm bu gözəl mövzuya görə ki, təklif etdiniz. Çünki hər adam cəsarət edib belə mövzunu danışa bilmir və bu gün o qədər iyrəncliklər var ki, bu sosial şəbəkələrdə nə qədər də necə deyək, desək ki, bunu bizə göstərirlər. Bəli, Təbii bəli, ki, bir bəli. dəfə görürük, baxırıq və eynilə biz də onun aludəçisinə çevrilirik və təşəkkür edirəm təkrar. Sağ olun. Həm gəldiniz, dəvətimi qəbul etdiniz, həm də belə gözəl bir mövzu təklif etdiniz. Ümid edirəm ki, faydası olacaq. İnşallah, mən də buna ümid eləyirəm. Çox sağ olun dəvətiniz üçün və sizin də, mənim də məqsədimiz odur ki, bu mövzuları biz həm sosial şəbəkələr, həm bəzi efirlər kimi reytinq xatirinə deyil, insanların maariflənməsi üçün və buradan bir özləri də bir nəticə çıxartsınlar, analiz etsinlər. Bəlkə Fidan düz demir, bəlkə Sevinç xanım doğru düşünmür, bir analiz etsinlər və orada insan özünü də tapacaq ki, mən vəziyyəti, situasiyanı nə qədər doğru dəyərləndirə bilirəm, nə qədər yenə də mənim psixologiyam mənə bunu icazə verir. İnsan daim özünü sorğulamalıdır. O bir yerdə oxumuşdum, deyir, daim ağlımıza şübhə mi etməliyik? Məncə ağlımıza deyil, amma davranışlarımıza bir sorğu eləməliyik ki, doğru mu davrandım, məni gələcəkdə nə gözləyir, özüm üçün burada faydalı nə var və yaxın insanlarım, ətrafım, cəmiyyət üçün burada bir fayda varmı? Çox sağ olun ki, belə bir şərait yaradırsınız ki, biz bu mövzular haqqında danışa bilək. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Təkrar izləyicilərlə də sağollaşım. Dəyərli xanımlar, əziz izləyicilər, əslində burdan biz bir çox mesaj ötürmüş olduq. Əgər izləyərsinizsə və təbii ki, incələyərək izləyərsinizsə, mütləq ki, bir belə deyim, nəticə çıxaracaqsınız bu danışıqlardan. Ünvanlıdırmı proqramımız? Əslində bunlar həm bütün xanımlara aiddir. Yəni övlad yetişdirən analara, həyatını yenidən qurmaq istəyənlər üçün bəlkə də bir fürsətdir dinləmək. Heç bir şey boşuna deyil. Özünüzə yaxşı baxın. Mütləq hər zaman dediyim kimi dəyərinizi bilin. Çünki bu çox vacib məsələdir. Allah amanında.